Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira emme ba'd. Tevhid kitabından dersimiz devam edir. Müellif buyurur ki, Abdullah ibn Məsud belə dedi. Kim Muhammed sallallahu aleyhi ve sellemin üzerinde mührü olan vəsiyyətini görmək istəyirsə, Uca Allahın bu ayələrini oxusun. Ənam surəsi 151-153-cü ayələri. Uca Allah buyurur ki, Qul təalə və ətlu mə harrama rabbukum aleykum. De ki, gəlin Rəbbinizin nəyi haram etdiyini buyurun. Ona heç bir şey şərik qoşmayın. Və ayənin sonu belə bitir ki, və ənə hədə sırat-ı müstəqimən fəttəbiuhu. Bu mənim doğru yolumdur, ona tabi olun. Abdullah ibn Məsud kimdir? Abdullah ibn Məsud ibn Gafil ibn Habib el-Huzali radiyallahu anhu məşhur sahabelərdəndir. İslamı ilk qəbul edən sahabelərdəndir və sahabələrin böyük alimlərinə olub. Və hicrətin 32-ci ilində vəfat edib radiyallahu anhu. Bu əsərin icmalı mənası odur ki, bu əsərdə Abdullah ibn Məsud buyurur ki, Allah Rasulunun üzərində möhrü olan vəsiyyətini kim oxumaq istəyirsə, qoy bu ayələrə baxsın. Yəni bu ayələr Allah Subhanahu wa Taala hansı ki Ənam surəsi 150-153-cü ayədə buyurdu 10 dənə vəsiyyəti, həmin vəsiyyətləri Allah Rasulullah buyurub. Yəni Abdullah ibn Məsud demək istəyir ki, Allah Subhanahu Taala nəyi əmr edirsə, Allah Rasulü da onu əmr edir. Həmçinin qeyd etmək istəyir ki, Quranla bərabər də sünnə də götürüləcək, əməl olunacaq vəhidir. Və Quran və sünnə ayrılmaz bir şeydir. Hər ikisi də o dinin məsələridir. Əsərdən götürülən faydalardan ən birincisi 10 vəsiyyətin, Uca Allahın bu ayələrdə etdiyi 10 vəsiyyətin əhəmiyyətli olmasını göstərir bu əsər. Eləcə də ikinci faydalardan Allah Rasulü, Allah Subhanahu wa Taala nəyi vəsiyyət edirsə, Allah Rasulü onu vəsiyyət edir. Yəni nəyi tövsiyə edirsə, Allah Rasulunu tövsiyə edir. Allahın tövsiyəsi elə Rasulunun tövsiyəsi deməkdir. Və üçüncü vəsiyyət isə sahabənin elminin dərinliyinə bax ki, və fəhminin dəqiqliyinə fikir ver ki, necə də Allahın kitabından istinbat edərək, dəlil gətirərək Allah Rasulunun sünnəsinə sarılmağı tövsiyə edir. Subhanəkallahumma və bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyh.